Salam, kanalıma hoş geldiniz. Bu videomda sizlerle kirpi pirojnası hazırlayacağım. Önce biskvitini hazırlayıram. 6 adet yumurtanı qaba əlavə edirəm. Sonra mikserlə qarışdırıram. Biraz qarışır, köpüklənir. Üzərinə 1 stəkan şəkər tozu əlavə edirəm. Və həcmi artıb ağarana kimi, şəkər tozu da əriyənə kimi mikser ilə qarışdırıram. Və gördüyünüz kimi ağarıb, həcmi də artıb. İndi isə üzərinə 1 çimdik duz əlavə edirəm. 2 yemək qaşığı duru yağ əlavə edirəm. Və un, qabartma vanilini də az əlavə edib çırpıcı ilə yavaş-yavaş qarışdırıram ki, havası çıxmasın və həcmi azalmasın. Əgər belə ehtiyatla qarışdırsaq, o zaman biskvit də daha yaxşı alınacaq. Üzərinə 1 stəkan un əlavə edirəm, 1 paçka vanil, 1 paçka da qabartma əlavə edib biraz qarışdırıb təzədən 1 stəkan unu az əlavə edirəm. Toplamda 2 stəkan yarım un istifadə etdim. Sonra listə yağlı kağız sərirəm və üzərinə də bu kütləni əlavə edib hər tərəfinə eyni qaydada yayıram və qoyuram sobaya bişir. Bişdikdən sonra götürürəm, soymasını gözləyirəm. Sonra yumru belə ya forma ilə ya da belə stəkanla kəsirəm. Kəsdiyim hissələri götürürəm və geriyə qalan hissələrini də əlimlə xırdalayıram. Bunu blenderdən keçirsəniz daha yaxşı olar. O zaman pirojnalarda daha səliqəli alınır. Mənim vaxtım olmadığı üçün əlimlə xırdaladım. Elə də pis alınmır. Belə kəsib çıxartdıqdan sonra, xırdaladıqdan sonra da yumru hissələri belə bıçaqla kəsirəm, ortadan ayırıram. Sonra ara hissəsinə, üzərinə və qıraqlarına da krem çəkirəm. Mən krem hazırlamadım. Hazır kremim var idi. Zavarnoy kremidir. Ondan hazırladım. Həm zavarnoy kremdən, həm də qaymaqlı kremdən hazırlaya bilərsiniz. Belə iç hissəsini də əlavə edirəm, üzərinə də qıraqlarını da. Sonra da xırdaladığım o qarışıma da bütöv bulayıram, hər tərəfinə yapışsın. Və belə gördüyünüz kimi bu formada hazırladım. Əgər daha hündür olmasını istəyirsinizsə, kəsdiyimiz hissələrin ikisini bir ədəd olaraq hazırlaya bilərsiniz. Mən belə balaca porsiyon elədim ki, bir ədədini yeyib bəs etsin. Həm də ki, çox hündür olmayanda yeməsi də daha rahat olur. Çox yumşaq alındı, çox dadlı, ləzzətlidir, yüngül bir pirojnadır. Hazırlanması elə çox vaxt aparmır. Əgər evdə hazır kreminiz varsa, daha tez hazırlayacaqsınız.
Qonağınız gəlirsə, qonaqlıq süfrələri üçün də çox gözəl görünüş verən bir reseptdir. Bu gözəl Ramazan ayında da sizlər də hazırlayıb öz iftar süfrələrinizi bəzəyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.